Azərbaycanın 3 dənə deputatı. Oranın məclisində dillərindən, ağızlarından nə söyüş çıxdı bizim millətimizə, bizim dövlətimizə, bizim məmləkətimizə və hamısından çox bətər ki, bağrımız çatdı, o cəhətdən bizim rəhbərimizə dedilər. Çox qüssəlidir. Azərbaycan, İran hansı xidməti sənə eləməyibdir? Dünyada hansı məmləkət İran kimi sənə xidmət eləyibdir? Torpağımızı qoymuşuq ixtiyarında. Pol irtibatı Azərbaycan, Naxçıvan İrandır da. İran olmasa Naxçıvan yıxıldı. Qarabağda İran az kömək elədi. Bu nə qəziyyədir, bu nə sirridir, bunu gərək Azərbaycan milləti bilər, biz biliyoruz. Bizim millətimizdə bilir ki, bunların qorxusu hardandır, göynərtisi hardandır. Tamam sözü budur ki, İran niyə Ermənistanla rabitə, məmulu rabitədir, onu qət eləmək, sür rabitəsini qət eləmək, pəs İran Qərabağı Güdaza verib. Eşitməlidir ya. Biz buradan çox gərək söhbət edəyək. Bəli, əgər söhbət eləsək, sözü ki, açacı yox bu neçə xütbədə, nə Azərbaycanın hökumətinə, nə deputatlara, iynə ücicə, abır heysiyyət qalmaz. Allah bu işi görüb ki, elə bu çıxa qabağa, bunlar danışa bizə də fürsət bizə də. Və bu deputatlara mən bir söz deyəm, evin əgər şüşədəndir, özgə daş atma. İzə kənə beytükə min zücacin fələ tərmin nəsə bil hicarə. Əvvələn bunlar özləri yaşa bilir, Ermənistan əsləsini kim verir? Rusiya. Rus tutup bunun dalı gözünde geçen bileysen. Rus bunu düzeltirdi bu gəziyyəni. Pılın kim verir Ermənistanın? Amerika verir. 2 milyar dolar Amerika'ya deneyzen Ermenistan'a pul verip. 200 milyon dolar bu Qarabağ qondarma Qarabağın hükümetine Amerika pul verip ki. Aslan Qarabağ ki heç kəs rəsmiyyətə tanıyıb. Amerika rəsmiyyətə tanıyıb. Ay xoş insaf, ay bəd insaf. Dünyada fəqət Amerika viza sadir eləyib bu qondarma hükümətə. Bilirsən mənası nədir viza sadir elə? Mənası budur ki, əsən sənin torpağın tamamiyyətini tanımaq. Əsən sənin milli hakimiyyəti rəsmiyyətə tanımaq. Amerikanın vəziri xaricəsi gəldi sizin məmləkətə, bir kəlmə sənin tamamiyyəti torpağından danışmadı. Ay xoş insaf, sən orada haradaydın? Tənha keşvəri ki dünyada, fəqət bu qondarma Qarabağ, onun hükümetindən himayət eləyik, fəqət Amerikadır. Səfiri Amerika Azərbaycanda dedilər, bura bizim torpaqdır, sən buna niyə kömək eləyirsən? Dediniz, təcziyə tərəflərə kömək eləmiyoruz. İnsan dostanə, insaniyyətə istiyor biz xidmət eləyək. Əgər sən insaniyyətə qulluq eləysən, ben niyə Abxaziyada, Ozesiyada, orada ben niyə gedib kömək eləməysən? Ben niyə gəlib buradan yapışıbsan? Bunu soruşdular ittifaqən səfirdən, onun elçisindən. Elçisindən soruşanda döndü bir kələmə dedi. Dedi, biz kongilənin təsminlərinə tozih verə bilmərik. Ha? O birisi tərəfdə Ermənistanın tamam ehtiyacatın nəyi var hamısını Türkiyə təmin edir. Bir dəfə İrəvanda getsən bazara, nə görəysən Türkiyə malıdır. Əcib budur ki, Türkiyənin elçisindən, səfirindən soruşdular. Dedilər ki, sizdə üstəq Ermənistanla bizim əlaqəmiz yoxdur. Tamam bazarı doldurursan sən cinsindən. Gör nə dedi ya, əcib söz dedi. Dedi ki, Türkiyənin nəzərində siyasət öz yerindədir, ticarət də öz yerindədir. Biz siyasətə görə ticarətimizi heç vaxt ayaqlamarıq. Binabərin, nə istəsə Ermənistan biz verməliyik. Ay, xoş insaf, sən haradaydın burada? İndi yapışıb İran. Nəqşə var ha burada. Söz var ha burada. Buraya atatı yok hamısını niyə bunlar yapışıb İran. Mən bu deputatdan sual eləyəm. Qarabağ ki, laf çırpışmalı vaxtında, daha qırgın qiyamət idi. Əbülfəz Elçibəyin zamanında Türkiyə Ermənistanın tamam qəlləsini verdi. Belə qışqırtısız, amma tamam qəlləsini verdi. Orada sən haradaydın? Kəlbəzər mühasirədə olanda nə qədər Türkiyəyə yalvardın, helikopter ver, ta bu cəmaati otun altından qutaraq. Əslən bir zərrə sizi saymadı. Sən orada haradaydın? Bu da Türkiyə, indicə İttihadiyyə Avropa. İttihadiyyə Avropa, Amerika hamısı məclisi, Amerikanın nümayəndələrin məclisi, kongre hamısı durub Ermənistanın kənarında. Həm kongre soyqırımın ermənilərin rəsmiyyətə tanıdı, həm İttihadiyyə Avropa ermənilərin soyqırımın dövlət Osmanlılarında rəsmiyyətə tanıdı. Siz haradaydınız orada?
Sarkozy durdu gəldi Bakıya. Nə sizin tamamiyyəti ərzdə bir kəlmə danışdı, nə Heydərin qəbrinin üstünə getdi. Sizdən çıxdı getdi Ermənistana, Ermənistanda rəsmən soyqırımı rəsmiyyətlə tanıdı. Bənəzir oluyor, bunlar heç bir söz deyir, ha, bunlar durub onun dalında. İran, 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 İran. Bunlardan bətərin deyəcəyəm, əcibin deyəcəyəm. Əcibin deyəcəyəm, səbr elə. Əvvələn Məcmə-i Ümumi Sazman-ı Milləl, BMT-nin ümumi məcməsi var ki, orada oturağı olar. O oturaqda Amerika var, Fransa var, o birisi məmləkət, Avropayi məmləkətlər var. Biri rəy vermədi Azərbaycanın tamamiyyəti ərzisine. Biri rəy vermədi ki, Azərbaycan, Qarabağ Azərbaycanındır. Sən haradaydın? 7 dənə qətnamə sadir olub, o hududda qətnamə sadir olub ki, Ermənistanın əleyhinə Şurayı Əmniyyəti BMT-də. İndiyəcə birini də icra eləməyik. Bu onu qoyubsan İran, İran, İran. Burada bir iş var burada. O görə açılan. Onların əleyhinə bir kəlmə danışıq yox ya İran, İran, İran. Bir dənə sadə müravidə niyə düzəlib orasını açacaq. O çox mühümmidir. Ta abır heysiyyət tamam gedər. Hamısından əcibi bu, mənim əzizlərim, ay Azərbaycan əhalisi, ay bu sözü eşidən Azərbaycanlılar. Şiaların hər yerdən tamam səsləri xəfələyiblər. Azərbaycanın həkkindən danışan, alan Azərbaycanda heç yerdə yoxdur. Elə bax, bu tribundur, bax bu tribun. Fəqət buranı bağlaya bilmir, hər yeri bağlayıb. Hər yeri bağlayıb. O da budur ki, Azərbaycan əhalisi bilsin. Xodi Azərbaycanın pərdə dalında Ermənistanla nə qədər müravidəsi var. İqtisadi müravidəsi. İnanmayırsan mən sənə deyim. O Qatar ki benzininizi götürək aparək Gürcistana, o Qatarın məsini tut get. O Qatar gedəcək Gürcistana yoxunlaşanda birdən dönəcək Ermənistana. Sən ki Ermənistanın benzini təyin edibsən. Bu stratejik cinsin təyin edibsən. Alan geçsən Ermənistana, Ermənistanda 3 cürə benzin var. Lap ucuz benzin, ən yaxşı benzin Azərbaycanın benzinidir. Sən bunu təyin eləməsəydin, o fələz olmuşdu. İndi nədir olub ki, sən bu tamam keşvərlərin hamısını qoyubsan qırağa. Ondan sonra bu cür ki Ermənistanı bunlar bu cür gücləndiriblər. Hamısı qalıb ki, sən İrana həssas olubsan. Niyə bunlar İrana bu cür həssasdılar? Burada bir sirri var. Bir sirri var o görə açılar. Xidmətləri ki, hələ İran eləyib bunlara. Mənim əzizim az deyir ki, torpağa qoymuşuq bunların ixtiyarında bir. Qarabağda bizim zavodlarımız, zabitlərimiz, Qarabağda bizim generallarımız nə qədər iş görüblər. Nə qədər fərmandehlərimiz Heydərin əlindən şəcaət müdalı alıblar. Hansı məmləkət sənə bu işi görübdü? Bizim fərmandarlarımız Heydərin əlindən Bakıda şəcaət nişanı alıbdı. 70.000 ordugahda biz vırdıq, 70.000 nəfəri saxladıq. Azərbaycanın dağılanda, Gəncdə hamısını saxlamasaydık 70.000 cəmaat ölmüşdü. Biz saxladıq. Tehranda bir dənə bir yer düzəltdilər, Azərbaycanın prezidenti gəldi, filmi açdılar, baxdı, gördü ki, bizim generallarımız, sərbazlarımız Heydərin qabağında parat gedəylər, rejə gedəylər. Orada fərmandehlərimizin biri döndü, dedi, cənab-ı prezident, o zaman ki, sən Avropayi keşvərlərdə təfrih eləydin, mən Qarabağda cəng eləydim. Azərbaycan prezidenti o fərmandehimizin aldından öpdü. İndi o müzlik, onun bu foşlardır, bu söyüşlərdir bizə deyirsiniz. Axırıncı foşları budur, dönüb deputat deyir, sizin diniz də qondarmadı, məmləkətiniz də qondarmadı. 80 milyon cəmaata bundan böyük ihanət olar. Bu nə ədəbiyyatdır siz öyrəşirsiniz. Əgər İran olmasaydı Qarabağda Allaha and olsun ermənilər Bakıya imza getmişdilər. Sən elə bilirsən Ermənidən bədbəxt cəmaət yoxdur. Onlar nə şəcaəti var gəlib torpaq yala. Allaha and olsun şayə ilə alaydı. Şayə ilə dolduraydılar imişlini, imişliyə gəlir ermənilər, bunlar hamısı qaçıydı. 2 gündən sonra o girəydi. Hər şəhərdə şayə saldılar, erməni gəlib, bunlar qaçdı. O gəldi, girdi oranı aldı. Bizim bəsicilərimiz saxladı, qabağın Allaha and olsun. Şuşa irtifadədir, 50 dənə orada əskər olsa 50 il oranı saxlar. Şayə ilə tutdular, apardılar. İndi bizim bu bəsicilərimiz ki, bu işləri görüb, bu xidməti eləyib ki, bizim qabağımızda nə xəyanət eləyib bunlar? 3 dənə xəyanət deyim, bəs xütbəni qutarım. Əvvəlimizi xəyanət budur. İranın vəziri ittilatı dedi, bizim nüvə alimlərimiz, yəni danışmandanı həstəyi ki, öldürəklər, İsrail bunlara Azərbaycanda öyrədək, yollayıblar.
Azərbaycanda gördün ki, biri ki, böyük nüvə alimimizi terror elədi, danışdırdılar, dedi İsrail mənə Azərbaycanda dövrə verib. Azərbaycanda mənə öyrətdilər ki, nədir terror eləyəcəksən. Bu idi bizim müzdümüz. Bizim nüvə alimlərimizin qanı sənin əlindən axır. İndi söz deysən bizə. İkincisini deyin. O pəhbat Azərbaycan əli bir sürütsüz üçərə deyən pəhbat. Təyyarədir, amma sürütsüsü yoxdur içində. Biz ona deyirik pəhbat. Bir dənə özgə yad pəhbat gəldi, girdi bizim məmləkətimizə. İsfahanın üstündə onu saldıq aşağı. Bunu rəddin tutduq, bu hardan qalxıb? Gördük İsrailin. Gördük bu hardan qalxıb, gördük Lənkərandan qalxıb. Biz sana az xidmət eləmişdik, İsrailin üçərin yolladın məmləkətin içinə. Sırrı surətdə məhramanə bunlar indi gərək açılaq, onlar şaşdı qoy biz də açaq. Məhramanə bizim difa nazirimiz durdu getdi prezidentin məhzərinə. Sirri məhramanə dedilər, bax bu sənəd Lənkərandan əvvəl qəbul eləməydi. Elə ki əsnadı qoydular qabağına, tərrədi, başını saldı aşağı. Dedi mənim ətrafiyanım mənə xəyanət eləyib. Sənə xəyanət eləyəni biri Eldar Məhmudov idi vəzir itilatın. Nə qədər biz dedik bu xaindi. Bunu neçə gün bundan qabaq ki salmışdınız ev dustağına, evdə zindani eləmişdiniz. Bunu niyə öldürdünüz? Bətər bundan sırrılar çıxacaqdı. Bu ölmədi, bunu öldürdülər. Bu da ikinci xəyanətlər. Xəyanətin dalın cinə də gəlin deyib, söz çox tuğlanıdır. Biz əgər bunlardan danışaq, heydalı gəlib bunların. Biz çox üstəyi yox, biz nə qədər bunların böyüklüğünü istiyor, bunların izzətini istiyor. Hansı yaşadığını İransıza satırdı ki, sən bu cür atılıb düşəysən. Amma Qarabağın qəziyyəsində və Ermənistanla müravidədə söz çoxdur. İnşallah tuğlani oldu, bu xütbə tuğlani olmasın. Mən bunu hər həftə gəlib yazılardan açam. Azərbaycan milləti bilərlər ki, kimlər orada bunlara əyləşiblər məclislərində, bunlara yazı yazırlar. Əlbəttə Azərbaycan ahalisi çox-çox ayıqdır və qəşəng də hər nəyə mütəvəccihdirlər. Özləri də bilirlər ki, bunlar nə cürə nümrədə bir insanlardırlar. Allah pana parıyor. Əuzu billahi minə